identifikasiyadan əsas təyinatı üzrə, yəni heyvanların xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət məqsədi ilə istifadə olunur. Bəli. Bu ondan ibarətdir ki, yəni hər bir heyvan fərdi qaydada nömrələnir, xüsusi tanınma nömrəsi alır və həmin heyvanın izlənilməsi təmin olunur. Onun keçirdiyi xəstəliklər, onun vurulmuş peyvəndlər, aldığı müalicələr hamısı onun adında qeydiyyata alınır. Bəli. Bu qeydiyyat əsasnaməsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş, avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi və onun alt modulu olan heyvanların qeydiyyatı sistemi tərəfindən həyata keçirilir. Orada baza, orada formalaşır və hər bir heyvan və heyvan qrupu haqqında məlumatlar da oradan əldə edilir. Onun xəstəliyi, vəziyyəti, bugünkü günü onun sağlamlıq durumu haqqında məlumatlar məhz həmin identifikasiya nömrəsinə bağlı olaraq həmin bazada qeydiyyata alınır.